İlk öncə SPF üzə necə çəkilməlidir, onun təqdimatını edəcəm. Bəzən SPF-i üzə bir balaca çəkirlər, kifayət etdiyini düşünürlər. Çünki SPF bilirsiniz ki, baxın bu görüntünü alırdı ya, elə bilirlər ki, SPF-i az da üzə tətbiq etmək olar, amma əsla və əsla belə deyil. SPF üzümüzdə bax bu vəziyyətdə qalacaq qədər üzümüzə tətbiq etməliyik. Niyə olduğunu deyim sizə. Çünki bilirsiniz ki, SPF bizi günəş şüalarından qoruyur. Bu nazik təbəqə çəkilərsə, bu bizi 6 saat günəş şüalarından qorumayacaq. Mənim SPF-im SPF 50-dir. Möhtəşəm bir məhsuldur. Nəzərinizə çatdırım ki, artıq vaxtıdır. Yaz ayları gəlib, biz bunlardan istifadə etməliyik. Bu vəziyyətdə çəkin, qalsın üzünüzdə. Üzünüzdə qalsın. 5 dəqiqə sonra makyaj edəcəksinizsə edə bilərsiniz. 5 dəqiqə ərzində üzünüzdə heç bir şey çəkməyin. Biraz da bunun qalını tətbiq edək. Bu vəziyyətdə SPF üzə çəkilir. Baxın 5 dəqiqə keçsə artıq SPF üzündə yoxdur, çünki dərinin altına hopdur. İndi isə deyim ki, sizə SPF üzə necə təmizləmək olar. SPF nəmli salfetka ilə təmizlənmir. Hər hansı üz yuma vasitəsilə təmizlənmir. SPF yalnız və yalnız üzdən təmizlənir. Dərinin altından təmizlənir hidrofil yağı ilə. Hidrofil yağı ilə möhtəşəm